Tovuzda Kül çayının kənarında 41 yaşlı kişiyə məxsus meyit aşkar edilib. Fermaların birində çoban işləyən rayonun Qaraxanlı kənd sakini Ramin Kərəmov Ceyrançöl ərazisində qonşu yataqda qonaq olub. Məlumata görə çərşənbə süfrəsinə qonaq olan çoban həmkarları ilə spirtli içki də qəbul edib. Daha sonra atına minərək öz fermalarına doğru irəliləmək istəyib. Bu zaman atdan yıxılıb. Hadisə bizə gəlmişdi öz yataqlarından, bataryasının telefonundan, bir də powerbankın zararətə qoymağa. Və gələn momentdə də biz çörək yedik. Çağırdım, gəldi bu qismətdə bizlə çörək. Biraz da duracaq, bir saat, saat yarımda belə durdu. Biraz söhbət anır bəri. Çıxıb gedən momentdə də gördüm ki, biraz bir dəqiqə, 2 dəqiqədən sonra gördüm ki, itirir. Batarya yandıranda gördüm ki, atdan yıxılı vəziyyətdə. Yıxılıbdır. Mən çatanadan at getdi. Bu momentdə maşın gəlmişdi elə oraya qonaq. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Ramin Kərəmov ailəlidir, 3 övladı var. Yaxınlarının sözlərinə görə o bir müddətdir fərdi şəxslərə məxsus fermalarda çobanlıq edib. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır. Kamran Əskiparalı, Səs TV, Tovuz.